Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Aprel ayı 27-sində Ordubad rayonunun Nəsiroz kəndi ərazisindən görüntülərimiz. Keçən həftənin cümə günü təbiəti necə buraxmışdıq elədi. Heç bir dəyişiklik yox. Hava buludlu, atlar belə keçən həftənin cümə günü həmin düzəngahda otlayırdılar. Günləri, ayları saya bitiririk. Aprelin də sonlarına yaxınlaşırıq. Bircə canımız qızmadı. Dekabr, yanvar ayında hansı paltarlarla idimsə hamısı durur. Bir dənəsini də azaltmamışım. Hava istinməyib ki. Bircə aprel ayının 25-də mən naxıra gedən günü hava xoş oldu. Axşama qədər səma aydın oldu. Dünən də axşam tərəfi hava buluddaşdı, yağış da yağdı. Səhər yağış yağırdı yenə. İndi yağış sakitləyib. Çox da şiddətlə yağmırdı. Torpaq belə islanmayıb. Narın. Yağış yağır, narın, ərzir dağın qarın. O məxşuş baxışların, gülüm harda qalmısan. Gəlişimin iki səbəbi var. Həm video çəkmək, həm də olsa göbələk tapmaq. Birinci dəfə hardan ki göbələk tapmışdım, birbaşa gəlirəm ora. Göbələk yoxdur. Gündə bu yamazda 10-15 nəfər gəzir. Hərənin öz qisməti var, ancaq göbələklər çıxmaqdan imtina eləyirlər. Göbələk üçün həm yağıntı şərtdir, həm də isti də olmalıdır. Nə gün şiddətli olmalıdır ki, çıxan göbələyi qurutsun, nə də az olmalıdır ki, sporlar inkişafdan qalsın. Daşlar balacalı, böyüklü, hamısı mamır bağlayıb. Bizdə həyətdən biçənək sahəsindən toplanan daşları bir yerə yığıb qalaq deyirik, daş qalağı. Videonu izləyənlər də yorumlarda yazsınlar, görək siz nə deyirsiniz? Daş topası mı? Daşlıq mı? Daş qalaqları bəzən xəzinə də ola bilər, nəsə saxlamaq lazım olanda biz daş qalağına qoyurduq. Baltadır, oraqdır, çaydan, əlbəki, fincan. Bizdə olanlar elə şeylər idi. Kiminsə qızılı varsa bəlkə daş qalağında qızıl da gizlədib. Dana qıranlar çiçəkləyib, çiçəyin soğub, toxumlayıb. Rəhlilər onların çiçəklərindən əmələ gələndir. Nə rəngidir? Liladır, yoxsa turkuazdır? Lila, ikinci adı göy rəngi demək olardı. Yala yamaza da nəzər salıram, xeyr. Nə quş quyruğu var, nə cacıq, nə göbələk, nə mərəsüt, nə gözə dəyən, nə də dişə dəyən bir şey yoxdur.
Dağda vaxt gəlməyib, Nəsirvaz cəmaatı hələ biçənək sahələrində sürün otarırlar. Biraz bundan əvvəl inəklər də o tərəfə getdi. Biri gedir, biri gəlir. Bu qədər yağınlığla gör təbiət nə qədər kasaddır ki. Bax daşın dibindəki qanqalı dişləri ilə yolub tökür. Bu çöpü ayqıraq dağıtdı. Aprel ayı boyu hava çox yağıntılı oldu. Apreldə yağan yağıntının əksəriyyətinin bitkilərə xeyri olmadı. Torpaq mayalandı, çeşmələr çıxdı. Hava soyuq olduğuna görə bitkilər yağış suyundan səmərəli istifadə edə bilmədi. Nə yağış suyundan, nə də günəş enerjisindən. Ancaq dərilərin hamısından su gedir. Keçən il naxıra gedəndə inəkləri suvarmaq üçün Girança çayının sahilinə yenmişdim. Bu il hansı dəriyə gedirsən, su var. Rotay yolun altı yamaçda zacıq var. Gedəndə 1 kilo oradan toplayacağım. Keçən dəfə inəklər yanımda otdurdu, mən də cacıq yığırdım, o yamacıydı. Üstündən 3 gün keçib heyvan düşməsə yenə yığmaq olar 1 kilo, 2 kilo. Yenə dağa tərəf acı külək əsməyə başladı. Sazağın soyuğun küləklərimdə hiss edirəm. Yaxınlıqdakı böyük daşın üzündə mamırlar var. Şimal qütbün bizə tam göstərir. Düz üzü şimala baxır. Cənub tərəfdə mamır olsa da o qədər təravətli olmur. Cənub tərəfdə heç yoxdur. Cəhətləri təyin etmək üçün bu birisi ola bilər. Şimal tərəfdən dağlardan gələn rüzgar nəmli havanı gətirir, mamırlar da nəm havanı sevir. Hava quraq olsa olub gedir. Cənub tərəfdə də biraz var, ancaq cənub tərəfdəkilər
Qovulur, elə təravəti yoxdur. İndi bir də şimala bax. Şimaldaşılar yaşıldır, nəmdir. Balon şişmir. Yox, yumuşaq. Gün əsnasında zəng gəldi. Bir-iki dəqiqə pauza eləmək məcburiyyətinə qaldım. Ətrafdan gözəl görüntüləri qeyd edeyim. 15 dəqiqə zaman dolanda videonu sonlandıraram. Hava da soyuqdur. Qışda belə üşümürdüm. Sanki Nəsirvat çayının suyu biraz da arttı. Yolun üstünde bir daş var, parıldayır. Ola bilsin ki, qədim zamanlarda çaxmaq daşı kimi istifadə olunurmuş bu daşlardan. Sərt daşlardır. Çaxmaq metaldan olur, bir dənə də çaxmaq daşı. Çaxmağı çaxmaq daşına vuranda zərblə vurulmalıdır, qığılcım adlayır. Ancaq o qığılcım hər şeyi yandıra bilməz. Qığılcımdan alov doğar. Onun üçün gərək qov düzəldəsən. Qov yüngül deməkdir. Babamdan eşitdiyimə görə qovu qələmə ya cəviz kötüklərində bitən göbələkdən, bir də pambıqdan düzəldirmişdir. Onu tam qurudub döyürmüşlər. Pambıqla da qarışdırırmışlar. Həmişə dibdə olmalıydı. Çaxmaq daşı ilə çaxmağın bir ayrı kisəsi olmalıydı. Ayrı qov kisəsi. Qovu qoyarmışlar daşın üstünə, çaxmaqla da vurarmışlar. Bir dəfə, 3 dəfə, 5 dəfə, neçə dəfə qığılcım tullanıb alışdırdısa qovu, o qədər. Qığılcım düşdü, elə də yanmazmış. Gərək onu üfləyərdin. Tez-tez üflənməli idi ki, qığılcım alışdırsın qovu. Yəqin ki, o zamanlar hər kəs çaxmaqdan, çaxmaq daşından istifadə etməyə başarırmış. Ancaq hamı qov düzəldə bilməzmiş. Əgər çaxmaq daşın, çaxmağın, qovun yoxdursa, səhər-səhər təndir qalamalısansa, qonşuya müraciət eləməlisən. Baxırmışlar, kimin bacasından tüstü çıxır, tez uşağa göndərirmişlər ki, ged o da al gəl. İndi də o məsəl qalıb. Bir adam tez gəlib qayıdan kimi deyirlər, abala, ay qohum, od almağa gəlmişdin. 5-3 dəqiqə otur, söhbət eləyək, çay iç. Odu aldın, getməlisən. Bir düzəngaha da ümidim var, gedim orada baxım. Oraya qədər gəlmişəm, bəlkə 1 kilometrə qədər məsafə qət eləmişəm. Əgər göbələklərimi yığmayıblarsa, buradadır. Mən yubanmışam, az qalır günorta olsun. Göbələyə, çaşıra gələnlər səhər-səhər gəlməz. Səhərin işinə heç çatmaz. Nələrimiz deyirdi ki,
Gün doğmazdan qabaq çıxmalısan. Günkü adamın üstünə doğdu, elə bil duva gətiriblər, ləms olar. Məsəl çəkirlər, yatan öküz, duran öküz. Camaat getdi kəfşənə, hamı yığdığın sənə yığmır, özünə yığır. Sən də tərpən. Zirəng ol. Çayın səsi gülüm-gülüm dağında yanğı verir. Elə bilirsən ki, külək əsir, daşlara dəyir, o səsi çıxarır. Çayın səsidir. Çay məndən arxa tərəfdə, səsi qabaqdan gəlir. Bu daşa baxın siz. Al qırmızıdır rəngi. Bədəxşan ləlinə bənzəyir. Füzulinin bir beyti yadıma düşdü. Gəl qara daşı qan ilə rəngin edəsən, təbə təğyir verib ləli bədəxşan olmaz. Hər uca boylu şücaət edə bilməz dəva. Hər kim ki boy atar, sərvi xuraman olmaz. On 15 dəqiqənin sonunda videomuzu yekunlaşdıracağım demiştim. Bugün zəhərlər imkan vermədi ki, video çəkim yeri telefonumu səssiz alardım. 15 dəqiqənin sonunda yekunlaşdıracaqdım videomuzu. Artıq 17-18 dəqiqə oldu. Salamat qalın. Növbəti videolarda görüşərik.